Hoş gördük sizi. Bugün çok maraqlı bir şirniyyat hazırlayacağım. 350 ml süd əlavə elədim. 4 xörək qaşığı şəkər tozu. 4. Bir dənə bax, zəhmət olmasa, mayanın vaxtıdır. Günayın yardımına ihtiyacımız var. Qaşığıydı. 1. Bəs. 2. Vanilya əlavə edirəm. 2 yumurtamızı gəldim. Gəldim. Hangisi salalım? Bu formaya gələndə yağı ətmişik. 100 qram yağ. Gördünüz. Nişanlı düyünü çıxartmışsan. Qızlar baxır sənə. Eyvallah, mən xəlqimdə gördü fırlanır. Eyvallah. Şu lazım. Yox, güclü lazımdır, enerji lazımdır. Siz xanımlar hazırlayanda həyat yoldaşlarınızı Mütləq həyat yoldaşlarınızı kömək istəyir. dəvət edin yanınıza. Gördünüz? Yox, Bunun içərisini tamamən belə yağlayırıq. Həmədər getdi ora. Bir saat xəmirimiz gedir. Bay bay. 50-60 dəqiqə. Bay bay. Ups. Xəmirimiz demək olar ki 3 qat qalxıb. Deməli 20 dəqiqə və belə qalmalıdır. Babam. ...24-26 dəqiqə pişməyə 180 dərəcədə. Hoş gördük sizi. Bugün çok maraqlı bir şirniyyat hazırlayacağım. 350 ml süd əlavə elədim. 4 xörək qaşığı şəkər tozu. 4. Bir dənə bax, zəhmət olmasa, mayanın vaxtıdır. Günayın yardımına ihtiyacımız var. Qaşığıydı. 1. Bəs. 2. Vanilya əlavə edirəm. 2 yumurtamızı gəldim. Gəldim. Hangisi salalım? Bu formaya gələndə yağı ətmişik. 100 qram yağ. Gördünüz. Nişanlı düyünü çıxartmışsan. Qızlar baxır sənə. Eyvallah, mən xəlqimdə gördü fırlanır. Eyvallah. Şu lazım. Yox, güclü lazımdır, enerji lazımdır. Siz xanımlar hazırlayanda həyat yoldaşlarınızı Mütləq həyat yoldaşlarınızı kömək istəyir. dəvət edin yanınıza. Gördünüz? Yox, Bunun içərisini tamamən belə yağlayırıq. Həmədər getdi ora. Bir saat xəmirimiz gedir. Bay bay. 50-60 dəqiqə. Bay bay. Ups. Xəmirimiz demək olar ki 3 qat qalxıb. Deməli 20 dəqiqə və belə qalmalıdır. Babam. ...24-26 dəqiqə pişməyə 180 dərəcədə.